edirəm. Həkim nəzarəti olmadan hər hansı dərman istifadəsini qəti şəkildə tərəfdarı deyilik. Amma bəzən dediyimiz kimi bir dəfə məxsus olaraq bəzi dərmanlar var ki, ehtiyacımız olur, istifadə edə bilirik ki və bunlar bizim çantamızda olmalıdır var. Deyək, mənim dişim ağrıdı, başım ağrıdı, həmən həkimə gedəcək deyə bir şey yoxdur. Əgər bu proses təkrarlayırsa və ikinci, üçüncü səfər dərman istifadə etməmə ehtiyac olursa, o zaman həkimə müraciət etmək lazımdır. Amma yenə bizim də çantamızda, tətil çantamızda mütləq şəkildə ağrı kəsicilər olmalıdır. Çünki əgər hər hansısa bir kəskin bir ağrımız falan varsa, bunu istifadə edə bilərik biz və yaxud da ağrı kəsicini də istifadə etməmişdən öncə dediyimiz kimi bir dənə, iki dənəsində bir sıxıntı olmaz. Amma ağrı kəsicinin uzun müddət istifadə edilməsi mədə-bağırsaq sisteminə ciddi problem yarada bilər, mədə qan axmarı yarada bilər, bundan başqa qaraciyər böyrək çatışmazlığı yarada bilər. Ona görə də yəni bu dərmanlarda sui-istimal etməmək lazımdır. Ehtiyac olduğu halda istifadə etməsi mütləq vacibdir. Bundan başqa mədə-bağırsaq sisteminin pozuntuları, çünki bildiyimiz kimi səyahət etdiyimiz zaman mədə-bağırsaq sıxıntıları daha çox özünü göstərir. Ona görə də mütləq şəkildə spazmolitiklər götürülə bilər, mədə qoruyucular götürülə bilər, yəni mədənin turşuluğunu azaltmaq üçün antasitlər var ki, bunlardan istifadə oluna bilər. Bundan başqa qrip əleyhinə dərmanlardan istifadə oluna bilər. Mütləq artıq yay fəslidir, xüsusi bu yanıq əleyhinə preparatlarımız var, kremlərimiz var, spreylər var. Bunlardan istifadə oluna bilər. Dediyimiz kimi, əgər xroniki xəstəlikdə nəzərə çəkən bir insan varsa, deyərəm ki, bir insanın şəkərli diabetdir, bu insülin terapiyasındadır. Mütləq insülini daşınması üçün uyğun bir şərait olmalıdır. Yəni, bunu uzun müddət günəşin altında qalması, avtomobildə qalması çox da tövsiyə olunmur. Və mütləq şəkildə bütün dərmanlarını özlərini götürülməlidirlər. Ən çox müşahidə etdiyimiz haldır bu bizim. Vətəndaş xəstə səyahət edəcək hər hansı bir yerə, yadından çıxır dərmanı istifadə eləmir. Məsələn, gedib bir ay, 2 ay sonra qaydanda və xəstənin bir çox xəstənin ağırlaşdığını müşahidə edirik biz. Və soruşduğumuzda deyir ki, dərmanım yaddan çıxıb evdə qalmışdı, mən bir ay istifadə eləmədim. Yaxın zamanda çox təəssüflər olsun ki, bizim tanış bir xəstədə eyni hal yaşandı. Xəstənin qan durğulaşdırıcı dediyimiz dərmanı bitir. Avaram deyir, sabah avaram, büsgün avaram deyə 2-3 gün ara verir. Xəstədə insult olur. Yəni tromb 1-2-5-ə beyni atır. Yəni bu hallar təəssüflər olsun tez-tez yaşanır. Ona görə dediyimiz kimi səyahət edərkən bunlara fikir verilməlidir. Dərman preparatına mütləq fikir verilməlidir. Bir də tərkibi pozulan qidaların yay aylarında çantada daşınması çox da tövsiyə olunmur. Xüsusən də deyirəm ki, mayonez qidalar var ki, yəni bunların çantada daşınması çox da tövsiyə olunmur və yaxud da dediyimiz kimi bişmiş qidaların hər hansı çantada vətəndaş tərəfindən daşınması tövsiyə olunmur. Daha çox belə deyim də, meyvələrin daha yaxşı olar ki, meyvələr o da uzun müddət saxlanılmadan çantada daşınması və yaxud da tərkibi pozulmayacaq qidaların çantada daşınması daha uyğundur. Biz uşaq olanda dənizə gedəndə misal üçün pomidor, pendir, soyutma kartof, çox da ləzzətlə hamı yerdə doyurdu. Burada bir şey var ki, onların da dediyimiz kimi, yəni daşınma məsələsi var. Əgər o zaman bizim vaxtımızda bu qədər şeydə probka vardı, tıxaclar da olmurdu. Yəni düşünsək ki, 2-3 saat tıxacda qalacağıq və oradakı soyutma, yumurtanın soyutma, toyuğun nə vəziyyətə düşəcəyini təsəvvür etmək belə olmur. Yəni maşında yer çoxu çatmır heç çimərliyə. Onu etmiyor. Və yaxud dediyimiz kimi, xüsusi şeylər var, buzlar var ki, buzların içərisinə qoyularaq onları belə transferini o vəziyyətdə gerçəkləşdirmək var. Amma dediyimiz kimi, bizim dönəmdən, o dönəmdən, indiki dönəm arasında kəskin fərqlər olduğuna görə o dönəm, bu dönəm. Əslində, bəli, nümunə, o dərman preparatları mövzusunda da xroniki xəstəlikləri olanlar çox diqqətli olmalıdır. Mən, məsəl üçün, öz valideynlərim bu mövzuda çox diqqətlidir. Hətta təzyiq ölçən aparatı da aparacaqlar özləri ilə, orada da savaba batırlar getdikləri yerdə. Termometr olmalıdır. Dediyimiz kimi, təzyiq ölçən aparatlar, manometrlər mütləq olmalıdır bunların. Və bunlar, dediyimiz kimi, bayaq da vurğulamadıq. Məsələn, yara şeylər, bantlar var ki, bunlar da mütləq olmalıdır. Spirt falan da.